görə haqqını tələb etmədi. Həzrət buyurdu ki, inni kuntuləm əzəl məzluməm. Mən məzlum idim, köməksiz idim. Cəmaat, mənim köməyim yoxdur, məzlum. Beytül Əhzan kitabında Allah rəhmət eləsin Şeyx Abbas Qummi gəldilər bir neçə nəfər, ya əmirəl-mü'minin, haqqımızı tələb eləmək lazımdır. Biz Peyğəmbər əleyhissalamın sözü hara geçsin, qədirxun nə olsun desin. Dedilər belə, Həzrət buyurdu ki, gedin başınızı qırxın, ki, Mədinə küçələrindən birinin dedi ki, sabah filan vaxtı, filan namazdan sonra gəlin ora. Dönürsünüz köməkləşək, haqqımızı tələb edək, gəlin. Əleyhissalatu vəssalam gəldi salay. Və ondan başqa cəmi döşünə döyən kişilərdən cəmi 4 nəfər gəldi. 5 nəfər idilər. Biri Əmirül-Mü'mininin özü, 4 nəfər insan gəldi. Ondan başqa heç kəs gəlmədi. Xanım Zəhra salamullah əleyha o günlərdə gəzirdi qapıları ki. Bəs nə oldu? Söz vermişsiniz Peyğəmbər əleyhissalamla olan əhdiniz nə oldu? Qədirxumda oradaydınız. Dedilər, daha əlin zirəng tərpənmədi də. Başqaları qabağa düşdü, o oturdu. Daha iş işdən keçdi də. Həzrət buyurdu ki, evdə oturmamışdı. Peyğəmbər əleyhissalamın mübarək bədəninə qusl verirdi. Kəfənli, onun namazı Peyğəmbərin dəfni ilə məşğul idi. Allah Rəsulunun nəşi, mübarək nəşin bədənin cəmaat qoymuşdu ortalıqda. Səqfin altında toplaşıb bölgü seçki edirdilər. Amma o, Peyğəmbər əleyhissalamın ki, quslu ilə, kəfəni ilə məşğul idi. Köməksizdirlər. 4 nəfər cəmi insan gəldi. Əşəs ibn Qeys ki, bir məlunun biri qayıtdı dedi, madəm ki elə, nəyə görə qılınc götürüb özünü vuruşmadı. Düşəydin meydana özün tək. Bu sözü, bu şübhə ki, bugün var, bu həmişə olub Həzrət Əli əleyhissalamın üzünə bunu deyiblər ki, nəyə görə qılınc götürüb sən vuruşmadın. Həzrət buyurdu ki, innəli osvətin bisiddətin minəl ənbiya. Ey cəmaat, eşidin, biz də eşidək. Mən 6 dənə Peyğəmbəri özümə örnək götürdüm. Ləqəd kanə ləkum fi rəsulillahi usvətun həsənə. Allah Qur'an-ı Kərimdə buyurur ki, cəmaat, nümunə, örnək Peyğəmbərdir. Və bihudahu müqtədi. Qur'anda onların hidayətinə iqtida elə ginən, onların ardınca get, onlara bax, iş gör ginən. Mən 6 dənə Peyğəmbərə baxıb nümunə götürmüşəm. Etiraz edirsiniz mənə sakit durmağıma, evdə oturub sakit durmağıma. Onda gərək Allahın bu 6 Peyğəmbərinə də gərək etiraz edəsiniz. Səlavat Peyğəmbər zamanı. Allahümmə salli ala Muhammed və ali Muhammed. Onların birincisi Həzrəti Nuh Peyğəmbərdir. O vəziyyətdə idi ki, o qovmun içərisində olmazın əziyyətlər eləyirdilər. Döyürdülər elə bir halda ki, elə bilirdilər, zənn edirlər, öldü, əl götürüb çəkilirdilər, handan hana özünə gəlirdi, huşdan gedirdi. Həzrəti Nuh əleyhissalam, Allah Teala buyurur ki, Nuh Peyğəmbər belə dedi, Rəbbi, inni məğlubum, fəntəsir. Allah, mən məğlubəm, bunlar qalibi, bunlar məni gücsüz ediblər, mənim bunlara gücüm çatmır. Mən bunların əlində məğlubəm, yalnız səndən kömək istəyirəm. Bir əlinə bir silah götürüb onlarla vuruşmadı, yalnız dua edirdi ki, ilah pərverdigara, çarəm sənsən, mən məğlubəm bunların arasında. Fəntəsir. Allah Teala buyurur ki, fətəhnə əbvabəs-səma bima'in munhamir, bəlkə sonra Allah Teala buyurur ki, yağış göndərdi, leysan, su qərq elədi qovmun hamısını. Həzrəti Nuh əleyhissalam vuruşmurdu, ancaq deyirdi ki, ilah pərverdigara, mən köməksizəm, mən məğlubəm. Necə ki, dua elirdi, əyləşmişdi bir xanədə, bizim sözlə xanəneşin, mən də Həzrəti Nuh əleyhissalamdan ki, ona təsir olaraq ondan nümunə götürmüşəm. İkincisi, Həzrəti Lut Peyğəmbər, Lav ennəli bikum quvvə, av ava ila ruknin şədid, Hud surəsinin 80-ci ayəsini oxudu. Əleyhissalatu vəssalam ki, Lut Peyğəmbər idi, onun evinə qonaq gəlmişdi, üzr istəyirəm, 2 mələk idi, amma cavan oğlan simasında gəlmişdir. Qur'anı oxuyanlarımız bilir. Amma qovum, əxlaqsız qovum ki, bir pis işdən ötəri gəldilər ki, cavan oğlan, yeni yetimə uşaq bildilər, gəlib bir əxlaqsız, bir
pis işi görsün o uşaqlarla ki, baxın, Həzrəti Lut Peyğəmbər silah götürmədi. Gücü də çatmırdı təkdir. Nə deyirdi? Sözü nə oldu? Lav ennəli bikum quvvə. Kaş sizə gücüm çataydı. O ava ila ruknin şədid. Ya bir arxam olaydı, bir rükün arxam olaydı, köməyim olaydı. Kaş sizə gücüm çataydı, qolumda gücüm olaydı. Ya bir köməyim olaydı mənim. Duadan başqa heç nə eləmədi. Ki, qəziyyənin axırında bilirsin, Lut əleyhissalam dua elədi. Üçüncü Həzrəti İbrahim Peyğəmbərdir ki, nəhayət o yerə gəldi ki, da gördü, gücü çatmır, köməksizdir. Və a'tazilukum və ma təd'un min dunillah. Məryəm surəsinin 48-ci ayəsini Əmirul Möminin oxudu ki, İbrahim əleyhissalam gördü, təkdir. Dedi ki, mən sizi də, sizin o ibadət elədiyiniz bütləri də mən boşlayıram kənar. Yəni Allah bilsin sizi ilə. O siz, o da sizin ibadət etdiyiniz bütlər. İbrahim əleyhissalam duadan başqa bir şey eləmədi. Çəkildi bir güşəyə, nə silah götürüb mübarizə aparmadı filan. Mən də o cürə. Və Həzrət buyurdu ki, dördüncü iqtida elədiyim Peyğəmbər Həzrəti Musa Peyğəmbərdir. Heysu qal, fərərtu minkum lima xiftukum Şüəra surəsindən ki, mən qaçıram sizdən, qaçdım sizdən, uzaqlaşdım. Nəyə qorxuram sizin şərri. Köməksizdən təkəm, qorxuram şərrinizdən, köməyim yoxdur siz. Bir ellə, bir məmləkətlə bir şəxs nə edir ki? Bir şəhərlə bir kəs nə edir ki? Həzrəti Musa əleyhissalam o cürə, mən də belə köməksiz. Və sonra iqtida elədiyim Həzrəti Musa'nın qardaşı olan Harun Peyğəmbərdir ki, qaldı, cəmaat oldu, buzovpərəst, yolun azdılar. Həzrəti Musa əleyhissalam gələndə bu nə işdir? Danladı Musa, dedi ki, yəbnə ey anam oğlu, innəl qavm yestəzufun. Bu cəmaat məni zəiflətdi. Az qaldı ki, məni öldürələr. Əli əleyhissalamın qollarını bağlayıb beyətə aparanda Peyğəmbər əleyhissalamın qəbrinə baxıb həmin ayəni oxumuşdu ki, ey anam oğlu, ey qardaşım Peyğəmbər, bu cəmaat da məni tək qoydu, zəiflətdi. Az qaldı ki, məni öldürələr. Said dedi, altıncısı da iqtida elədiyim Xatəmul Ənbiya, bəşəriyyətin ən xeyirlisi olan, aləmlərə rəhmət olan Həzrəti Muhammed el-Mustafa sallallahu aleyhi və səlləm. İş o yerə çatdı ki, Xatəmul Ənbiya canın götürdü Allahın əmri ilə. Silah götürmədi, canın götürdü, Məkkəni, evini, eşiyini tərk elədi gecənin bir aləmində. Leylətül Məbit ayəsi də ondan sonra nazil oldu. Məni qoydu yatağında. Ki ta hətta özün qorumaqdan ötəri ilahi əmrlə sığındı bir dənə mağaranın içinə. Peyğəmbər Əkrəm də deyilən, Allah Rəsulusən, sən qılınc götürüb mübarizə aparmalıydın, nə olar? Yox, bu cahilana bir söz. Həzrət buyurdu ki, mən bu Peyğəmbərlərdən örnək götürdüm. Siz nə deyirsiniz mənə? Mən Peyğəmbərlərin yolun gedirəm. 6 Peyğəmbər sayı. Bəli, Əmirül Möminin çarəsizdir.